Hər kəsə salam. İşdən gələn kimi bir spaget hazırladım, gəl görəsən. Sos macərası belə başladı. 4 soğanı doğradım, zeytun yağı ilə ocağa göndərdim. Zövqə görə sarımsağı rəndələdim, 2 qırmızı biberi doğradım, bol pomidoru rəndələdim, bir kənara qoydum. Qovrulan soğanıma rəndələdiyim sarımsağı, biber və tomat pastasını əlavə edib ədviyyatlarla qarışdırdım. Sarı kök, qara istot, pul biber, pomidor və biberləri də əlavə edib vamodda möhtəşəm sosumu hazırladım. İnanın ki, qoxusundan belə doymaq olurdu bu sosun. Burada sosun duzunu da əlavə edirəm ki, tam olsun. Və keçirəm ikinci plana. Ocağın digər gözündə qaynatdığım suya duz və azca duru yağ əlavə edirəm ki, spagettilər dəmdən dursun. Budur, suyumuz hazırdır. Spagettini töküb, həlimli suyundan 2 qaşıq da sosa əlavə edib ocağı söndürdüm və servis etdim. Üstünə qalan sarımsaqları da səpib telli xalanın qaymaqlı qatlığı ilə nuş etdim. Vallah bu başqa aləm idi. Sadə, asan, amma dəhşət dadlı ev spagettisi. Restoranlar belə edə bilməz. Təsəvvür edin. Əziz izləyicilərim, dəstəyiniz mənim üçün çox önəmlidir. Abunə olun, bəyənin və rəylərdə fikirlərinizi paylaşın. Hələlik.